Bismillahirrahmanirrahim. Selamun aleyküm əziz izləyicilər. Gündəm məsələ hal-hazırda dünyada İran və şərq qüvvələri olan Amerika və İsrail arasında olan müharibədir. Hal-hazırda başqa bir gündəm məsələ də bu oldu ki, İran-Azərbaycan arasında olan Naxçıvanın vurulmasıdır. Bir dənə məsələni qeyd eləyib, ondan sonra məsələ bəlkə də aydınlaşar. Diqqət edin, Əqsa fırtınasından əvvələ və sonraya kimi və indiyənə qədər də Azərbaycana İsraildən bu qədər silah-sursat gəlirdi. Və axır zamanlarda da Amerikadan bir neçə təyyarə silah-sursat gəldi. Bunlar nə üçündür? Kimsə deyə ki, Azərbaycan istəyir özünü gücləndirsin. Məsələ bu deyil. Məsələ bir qəsbkar, qaniçən rejim əgər bu qədər Azərbaycanı silahla təmin edirsə və bəzən də bu silahlardan istifadə etməyə də icazə vermirsə, deməli bu onların mənafeyinə xidmət edir. Tufanul Əqsada, yəni Əqsa fırtınasında bu qədər silahlar gəlirdi. Bir halda ki, bilirik ki, İsrail rejiminin özünün bu silahlara ehtiyacı var idi. Həmin o pis vəziyyətdə belə yenə də silahlar gəlirdi. Bir ölkənin özündə çatışmamazlıq varsa, nəyə görə başqa ölkəyə silah verməlidir? Bunlar hamısı sual doğuran məsələlərdir. Onlar verilirdi ki, bir gün ondan istifadə olunsun. Bir gün öz mənafeyləri üçün, yəni İsrail qəsbkar rejimin hədəflərinə, məqsədlərinə xidmət eləyən məsələlərdə istifadə olunmaqdan ötürü bunlar verilirdi. Bu vaxta kimi bu silahlar verilirdi ki, İsrail bir gün İranın əli ilə aradan getmə qorxusu olanda o kartdan istifadə eləsin. Amma o kartdan istifadə eləməkdən ötürü beynəlxalq arenada bir bəhanə olmalıdır. Diqqət eləyin, danışıqlarda gəldilər, danışıq ərəfəsində 2 dəfə İrana hücum olundu. Bunların heç birində bunların hücum etməyinə qanuni bir haqları yox idi. Amma bunlar gəlib, belə desək ki, dünyada qınandılar, dünyada mənfur olaraq görsəndilər. Bir dənə bunlara lazım idi ki, Azərbaycan kartı açılsın. Amma Azərbaycan kartı da yenə də bu hücumları kimi qınanmasın. İran hal-hazırda rəsmi şəkildə deyir ki, biz Azərbaycanı vurmamışıq. Vurmayıbsa deməli, Azərbaycan bunu vurulmuş kimi göstərməlidir. Niyə? Xalqı meydana gətirsin. Azərbaycanda prezident dərhal təhlükəsizlik iclası qoydu, başladı rəcəz oxumağa. Bunun rəcəz oxuması, Azərbaycan prezidenti rus dilində və ingilis dilində qəşəng danışır, amma Azərbaycan dilində səlis danışa bilmir ailəsi kimi və gəlini kimi. Çıxdı, tələm-tələsik başladı ortaya mövqe qoymağa və başladı özünə yaraşan dildə, özünə yaraşan tərzdə başladı İranla danışmağa. Sənin özünü qüdrət bilməyin Trumpa görədir. Azərbaycan prezidenti özü dedi ki, Trump birinci qüdrətdir, birinci prezidentdir. Deməli, Azərbaycan prezidenti ikinci və ya sonraki prezidentlərdir. Bu özünün zəif və zəlil olmağını göstərən bir məsələdir. Trump özü bu məsələdə ilişib qaldığı halda İsrail və Avropa ölkələri bu şeydə tərəddüddədirlər ki, İran məsələsinə girsinlər, girməsinlər. Azərbaycan prezidenti elə danışır ki, elə bir dünyada bundan başqa qüdrət yoxdur. Sənin qüdrətin də Hermesdir də, bu Haropdur, Hermesdir və s. bu başına qurdaladığın bir-iki dənə oyun oynayacaqdır ki, hal-hazırda İsrail rejimi qalıb əlində giriftar, Amerika bütün bazalar darmadağın olubdur. Sənin əlində nə var? Sən neyniyəsən? Niyə cəmaatı qırğına verirsən? Deməli, özləri vurub istəyirlər İranın üstünə atsınlar. Neçə il öncə demişdik biz, söhbətlərimizdə var, hal-hazırda kanalda da var ki, Ukraynadan dağılmış Şahid 136 puallarını gətirirlər, hissələrini daşıyırlar Azərbaycana. Bunu o vaxt demişdik ki, bunları haransa vuracaqlar, onları səpələyəcəklər ora, deyəcəklər ki, baxın, bu da bizim şahidimiz, bu da bizim dəlilimiz. Bunlar deyirlər ki, Azərbaycanda məktəbin yanına pua düşübdür. Axı, sual buradadır ki, İran 1000-1500 kilometrlik məsafədən dəqiq şəkildə hədəfi vurur, hədəfi kül eləyir. 50 kilometr buradan bura nətər bunu atdı ki, o da getdi məktəbin yanına düşdü. Vururdu, dəqiq vurardı. Niyə vurursun ki? Bu vaxta kimi İran hansı məskunları vurubdu, hansı dinc əhalini vurubdu? İrandakı dinc yerləri vururlar. 170-180 şagird və müəllim qarışıq bunların hamısını vurdular. Kruz raketi ilə vurdular. Bu vəhşilər, bu qan içənlər. Amerika rejimi vurdu, bu qədər cinayət törətdi. Amma bu vaxta kimi görsənməyibdi ki, İran hansısa, hətta indi hal-hazırda ərəb ölkələrində ancaq hərbi bazalar vurur. Ya dəqiq şəkildə hansısa binada
kimsə Amerika ordusundan əsgərlər varsa onları vurur. Dəqiq şəkildə də vurur. Nətər oldu ki, gəlib Azərbaycanda məktəbi vurur. Bunlar hamısı Azərbaycan xalqını təhrik etməkdən ötürüdür. Neçə illərdir Azərbaycan xalqının üstündə işləyiblər ki, İran qatı düşməndir. Nəyə görə? Bugün onları xalqı təhrik etməyə görə. İran İslam Respublikası bu vaxta qədər bütün müsəlman ölkələri ilə mülayim rəftar edibdir. Deyirəm, hətta ərəb ölkələrində bazaları vurmağı, çünki o bazalardan İran xalqının əleyhinə istifadə olunur, vurur və əcəb eləyir, vurur. Amma müsəlman xalqların əleyhinə bunlardan istifadə eləməyibdir. Dünyada özünü hegemon kimi aparan quldurların əleyhinə ancaq istifadə eləyibdir. Bugün Epstein, pozğun, fəsad, alçaq, nankör bir dəstənin əleyhinə ancaq bunlar istifadə eləyir. Dünyada hansı ərəb ölkəsi, müsəlman ölkəsi bu zalimlərin, bu ət yeyənlərin, bu cinsi təcavüz eləyənlərin, uşaqların qanını içənlərin və balaca bir adada olmayan fəsadları törədənlərin əleyhinə hansı müsəlman ölkəsi qiyam eləyibdir? Bu İran İslam Respublikasıdır ki, bunların başını əzir, şeytanın başını əzir və siz Azərbaycan hökuməti bu şeytanlara qulluq edirsiniz. Və sizin də başınız əziləcəkdir. Sizin məsələniz Azərbaycan xalqı ilə fərqlidir. Neçə il öncə deyilmişdi ki, bunlar məktəbləri vurub, bunlar dinc əhalini vurub, istəyəcəklər salsınlar, atsınlar İran İslam Respublikasının boynuna ki, baxın bunlar filan işləri görürlər. Sizin ağsaqqallarınız həmin Fələstində 72.000 insanı qətliam eləyən, onların qanını içən alçaqlardır. Amma bugün Azərbaycan prezidenti gəlir, özünə uyğun sözləri, küçə söhbətlərini cəmaata televiziyada deyir. Prezidentə yaraşan bir sözlərdir bunlar. Utan. Bir balaca qızar. Get həmin o Trump ailəsi ki, pozğun ailədir, get həmin o ailələrlə öz ailənin məsələsini həll elə. Nə Azərbaycan xalqı şərafətli xalqdır. Azərbaycan xalqı namuslu xalqdır. Azərbaycan xalqının başına bu qədər oyunlar açmısınız, amma Azərbaycan xalqı mərddir. Azərbaycan xalqını bu qədər repressiyalar etmişsiniz, amma Azərbaycan xalqının zatı qalıbdır. Bəli, müəyyən məsələlərdə ola bilsin ki, aldanır, amma məsələ belə deyil. Və bilin ki, bunların hamısı Azərbaycan və İsrail rejiminin və Amerikanın oyunlarıdır. Bu məsələləri istəyirlər, açalar və İrana ola bilsin ki, quru hücumu hazırlamaqdan ötürü bu işlər görürlər və bunlar IŞİD-in ora gəlməsidir, nə bilim, Colani ora gəldi, onlarla danışdı, onlardan sonra nə qədər ora baş kəsən IŞİD terrorçularına gətiriblər. Bunların hamısı məsələdir. Yəni, xalqın bu şeydən xəbəri yoxdursa, xalqı rahat şəkildə oyuna verə bilərlər. Bunu sadəcə olaraq biz öz vicdanımıza görə deyirik ki, cəmaatı satılmış siyonist rejimi eləyə bilməsin ki, oyuna salsın və Azərbaycan xalqının məzlum və fəqir xalqını gətirib öz oyunlarına qurban eləyərlər, cəmaatın balasını çətinliklə Azərbaycanda iqtisadi və ciddi problemlərlə üz-üzə olan xalqın balasını gətirib özlərinə qurban eləyərlər, sonra da özlərindən müzəffər kimi ortada oyunbazlıq eləyərlər. Bilin ki, ortada oyun var və bu oyundan ciddi şəkildə axır zamanın bunlar fitnələridir. Xahiş edirəm bunlara diqqət eləyin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.